Channel dedikləri öz qənovumuzdur. Qınov, qanat, qınat, qın. Sumercədən qanatın köhdebini qoşub qın. Qınından çıxma, boynunu soxdu qınına. Qınca, qonça, qınca, bunun qabıdır. Qın olur qab. Qabın özü qına da yoxundur. Gön ona yoxundur. Gön, dəri, dəri, qabıq, dəri, dermatoloji. Kim deyər channel dedikləri ya Almancada kettle dedikləri həmən bu məhfəzədir. Həmən bu boynun qını bizim qınımızdır ki şəkilləndirir. Qanat, qanat sistemi də türkdən çıxmadı. Büsbütün bölgədə. Qın ov, qənov deyirik da bugün. Qın ov. Qın ki dedik məhfəzədir. Ov, ov. V, b. Həmişə deyişim var. Sev, sebdən gəlib. Ya eb, ev olub. Ya da ab, av. Qədim şəkli. Qın ov. Ər ov kimin. Şər ov kimin. Qır ov kimin. Bundan hamısı ov. Niyə? Çünki türkçədə 3 kəlməmiz var. Suya. Su, bu, u. Bu həmən qın u'dir. Qınov, qənov. Zaman sürəsində dəyişilibdir. O, farsça dediyimiz dildə abları, sularıdır. Başqa kəlmələri yoxdur. Niyə? Çünki farsça dediyimiz türkçənin bir qoludur. Bu 3 su, bu u. Su sürüyen bir şeydir. Sürüyen, sürünen bir şey. Bir şeyin surface'inde, surface. Sırf yapa gedəndə İngilizcənin türkü köhləri çıxır, dalbadal. Surface'ində gedəndə, üzündə gedəndə, sürünəndə, maşını sürəndə, sürtəliyəndə, sü, görsən, hamısı üzdə. Bu su olur. Bu, buhar, bulut, buz, buğ, bulaqdan çıxır. Bulaq, necə ki qu, laxdır.